Xəstə əməliyyatdan 19 gün sonra ölüb. Hadisə Respublika Diaqnostika Mərkəzində baş verib. Cəlilabad sakini 3 uşaq anası 30 yaşlı Vəfa Yunusova kəskin baş ağrısı səbəbilə ailəsi ilə birgə Bakıya gəlib. Müayinələrdən sonra ona vazospam, yəni beyin damarlarında daralma və büzüşmə diaqnozu qoyulub. Uzun sürə müalicələrdən sonra isə bu il mayın 1-də Respublika Diaqnostika Mərkəzində neyrocərrah Tural Rəhimli tərəfindən beyin əməliyyatına cəlb olunub. Mayın 20-sində isə Vəfa Yunusova elə əməliyyat olunduğu xəstəxanada dünyasını dəyişib. Mərhumun ailəsi iddia edir ki, onun vəziyyəti əməliyyatdan dərhal sonra pisləşsə də onlara bununla bağlı heç bir məlumat verilməyib. Bu Respublika Diaqnostika MRT elədi başını, yoxlanmışdan keçdi və dedi ki, mən əməliyyat edəcəm. Ola bilər hansısa qüsurlar qalsın, fizioterapiya ilə keçib gedəcək. Əməliyyatdan qabaq ayın 30 tarixində, aprel ayının 30-da bir gün öncə ona qol çəkdiriblər ki, hər şey ola bilər, ölüm təhlükəsi. Amma bizim ondan məlumatımız olmayıb. Yəni ölüm təhlükəsi, o həmin nəyə qol çəkib onu bilməmişik. Mərhumun qardaşı deyir ki, mayın 1-də əməliyyat olunmuş bacısından ayın 13-ədək cavab ala bilməyiblər. Əməliyyatın risk daşıdığı ilə bağlı onlara əvvəlcədən heç bir məlumat verilməyib. Əməliyyat icbari tibbi sığorta paketinə daxil olsa da, Vəfa Yunusovanın həyat yoldaşı tərəfindən neyrocərrah Tural Rəhimliyə 10.000 manat əlavə pul ödənildiyi də səsləndirilən iddialar sırasındadır. Yalan vədlər verdilər ki, bu gün ayılacaq, sabah ayılacaq, əlimi tərpədir, əlimi sıxır, ayağı tərpədir, verilən komandaları icra edir, amma onun həmin vəziyyətində elə bir şeylər mümkün deyildi olması. Çünki digər nevrocərrahlara göstərdiyi o diskləri dedilər ki, ayın 5 tarixində təzədən bunun başına qan sızma olub, bunu bizdən gizlədiblər, yataq vəziyyətində olduğuna görə. Sonra belə gizlədə ayın 13 tarixində həmin Tural Rəhimli nevrocərrah çıxdı, dedi ki, artıq əlimizdən heç nə gəlmir, xəstəni itiririk. Səsləndirilən iddialarla bağlı Respublika Diaqnostika Mərkəzinin neyrocərrahı Tural Rəhimli ilə əlaqə saxladıq. O, Xəzər xəbəri açıqlamasında Vəfa Yunusovanı vazospam səbəbindən itirdiklərini bildirdi. Əməliyyata aldığım gündən etibarən mən bunlara riskin çox ciddi olduğunu demişəm. Əməliyyat bizim açımızdan texniki olaraq fəsadsız keçdi və dinamikada günlər içərisində yaxşı neqativə getməz, mənfi dinamika izləndi və xəstə dünyasını dəyişdi. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Sevinç Vaqif qızı, Vüsal Cəfərov, Xəzər xəbər.